Bir nəfər deyir, gəldim evə acam. Yemək də ən yaxşı istədiyim yeməklərdən biri. Elə oturmuşdum yeməyə, bir balaca qızım yaxınlaşdı. Ata olar o mən yiyeyim. Çox rahat şəkildə verdim onu da bu yiyeyim. Heç əsəbləşmədim, heç qəzəblənmədim. Hətta öpdüm deyib balamı. Öpdüm, bağrıma sıxdım, bala götüreyim. Birdən bir deyə düşündüm, bu necə oldu axı, mən acam. Yeməyə ehtiyacım var, yeməyi sevdiyim yemək. Necə oldu, mən heç bir duyğum değişmedi. Əksinə, hətta balamı öpdüm mən. Deyim, o mənə düşündürdü. Bir düşündürdü. Duyğularımdan getdim təfəkkürə. Deyim, başa düşdüm ki, balamı o qədər çox istəyirəm qızımı ki. O acılığım mənə bir şey deyə bilmədi, istəndirmədi. Qəzəbləndirmədi. Olur ya, görsən bəzi vaxt ən yeməyin yaxşı vaxtında oturmuşsan dostlarla. Hələ yeməyə istəyən vaxt birdən zəng gəlir, istsən söndürəsən, baxırsan, görsən el adamdır, gəlib buna cavab verirsən, dilxor olursan ha.